Deməli, bugün Dubayda Adres GBR-da, yəni ən məşhur GBR çimərliyinin ən ikonik binası olan bu Adres GBR binasında bir neçə mənzilimiz satışa çıxıbdır. Bu mənzillərin bəzilərinə sizləri yaxından tanış edəcəyəm. Bura giriş hissəsidir. Qeyd edim ki, binanın otel hissəsi də mövcuddur. Və soldan sağdan lobilərdən residential, yaşayış üçün nəzərdə tutulan yerlərə də giriş etmək olur. The Beach Residence by Adres. Deməli, bura liftdən belə çıxırıq. Davam edirik. Mənzillərə. Nə gözən, bax, çox içəri girmədən. Qapı kodlandır. Burada aşağıdan zəngəllər cavab verirsən. Gecə bu kondisioner sistemini yaxından çək. Belə maşın turbosuna oxşuyur, belə sürətlər panelinə, amma o deyil də, yəni bu oliqarxların evində belə olur, qardaş kondisioner. Deməli, qardaş, gəlirsən, çox gözəl dizayn edilmiş bir mənzilimizdir. Mənzilimizdə burada mətbəx sahəmiz, bunu özün burada oturma hissəmiz və çox gözəl bir istirahət güşəmiz var. Burada təmiz beyləqan qoyunun yunundan hazırlanmış örtüyümüzdür, paduşkamızdır. Otaqlar göstərmədən bax, buranı göstərim ki, maraqlı gəlsin də ki, bu ev niyə alınmalıdır? Gəl qardaş, çıxırsan birbaşa bax, dəniz səviyyəsində. Ağacların bir balaca üstündə, çox da üstdə deyilsən, özünü narahat eləmirsən. Oksigen səviyyəsi normal. Yaşıllıq, dəniz, Palm adası, Royal Atlantis, Blue Waters, dünyanın ən böyük şeytan çarxı. Baseyn biri burada, biri orada. Turar Əfəndi deyir, qardaş, çayları qarışdırın, baxın, eyni şey, qardaş. Buradan da çayları qarışdırıb, bu gözəlliyi ancaq tamaşa eləmək lazımdır. Bu evdə yaşamaq lazımdır, qardaş. Deməli, buradan davam edirik. Bizim burada 3 otaqlı bir mənzildir. Burada ümumi sanitar qovşaqdır. Burada siz gördüyünüz kimi, yəni qapı bağlanır, ayrı bir otaqdır, yəni. Otaqda girişdə, sol tərəfdə özünün hamam otağıdır. Burada bizim daxili qardiroplarımızdır. İçində veşilkalar da var, onlar da hədiyyə verir. Nə qəşəng qoxusu gəldi, fikir verdin. Burada bizim geniş bir yatağımız, yeni qarşı salınmaz bir dəniz mənzərəmiz. Burada qardaş, ancaq yatasan. Yatasan və xudan oyanıb bu mənzərəyə durursan. Yəni ilk gördüyün. Ədə qardaş, sən nə istəyirsən axı? Sən nə olsun axı? Sən nə göstərək də sizə? Yoxdur, həqiqətən. Yoxdur qardaş, yoxdur. Bu əlimi möhkəm vurmaq istəmir. Deyirəm birdən bahalıdır, qırılıb eləyər, sonra üstündə qalar. İndi isə keçək sizə digər bir yataq otağını göstərək. Bu da eyni qaydada qardaş. Girdiniz, daxilində burada gəlirsiniz. Bunun qardiropları biraz da böyükdür. Yəni, əgər valideynsizsə, özünüz burada qalarsınız. Balacaları, uşaqlar göndərərsiniz bura. Güzgülü daxili qardiroplar. Burada hamam otağı, daxilində jacuzzi. Yəni, fikirləşirəm ki, həyatı yaşamaq var. Bir də həyatı belə yaşamaq var, qardaş. Yəni, həqiqətin, buradan dur. Gəl, çıx eyvana. Şəlalə, çıx balkona. Belə bir balkon ola, adam çıxar da, qardaş. Bə, neyi niyəsən? Əsnə, burada da oturursan, həyatın dadını çıxalsan, qardaş. Bir dənə burada oturursan belə, oturum, bahalı yerdə olsa, oturacam ki, qırılmasa yaxşıdır. Belə yerdə ümumiyyətlə insanın özünü pis hiss eləməyə qeyri. Getdi qaqa, söndür, videonu söndür, pis yox. Başım bıraq. Ev yəskənlə ki, başım bıraq.
Bu ev Dubayda adres GVR-da 200 kvadrat metr, 3 otaqlı, lüks təmirli olan bu mənzili qiyməti normalda 12 milyon dirhəmə satılırdı. Hal-hazırda ev sahibi 9.5 milyon dirhəmə satır. Təqribən 2.7 milyon dollar. Düşünürəm ki, hal-hazırdakı vəziyyətlə əlaqədar yenə də danışıla bilər. Əgər bunun kimi lüks mənzilləri görmək və yaşamaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Və videoya baxdığınız üçün sizə çox təşəkkür edirəm. Dubayda bunun kimi mənzillərin çəkilişinin davamlı gəlmək istəyirsə, bu videonu bəyənib, paylaşıb, şərhləri yazıb mənə dəstək olmağı unutmayın. Çox sağ olun.